Salam dostlar, gəldik Filipinə, Filipinin baş kəndinə, Manilya. Bura oranın bir dənə gözəl parklarındandır, Rizal Park adında. Bura Çinlilərin der həqiqət parklarıdır. Yəni bu qismət fəqət. Burada Japon parkı da var, elə bu Rizal Parkın içində. Çox gözəl, mənzərəlidir. Öyrəni dolanacağam, video çəkib sizlər də görəcəksiniz. Təşəkkürlər. Bu da Dr. Joseph Rizal ki parkı da bunun adınadır. 1896'da bunu burada tirəbaran eləyiblər. Bu Filipinlərin həqiqət qəhrəmanı sayılır. Da parkın adı Joseph Rizal. Doktor Joseph Rizal ki İspaniyalar bunu burada tirəbaran edirlər. Gözəl də baydaqları var. Azdan çoxdan da turist görsənir parkın dövrələrində, o qədər yox. Ola bilər mərkəz tərəfinə geriq, orada çox ola bilər. Burada bir okyanus parkı deyirlər qabaqda. Orada gerirəm bağlıdır ya necə? Görək necə olur. Ocean Park. Bunların prezidentləri və ağası. Gəldik Fort Santiago Tour Santiago Church-ına. Belki gördünüz. Da parkın içerisinde. Bura bir İspanyalılar o zaman 1850-60'da burada olublar ve burada çerçiləri var. Bunları indi qabaqda sizə göstərəcəm. Bunlar da burada əllərində bir şeyler toxuyurlar. Dəstbaqları var. Vardılar. Belə düşənlər. Coffee shop o ne bileyim güzel atmosfer. Going to Hawaii because Hawaii needed the Filipino workers to plant pineapple, potato, and other sugar cane. If you go to Hawaii today, most of them are Filipinos. Work for the population of Filipinos. And
Doktor Coz Rizal'ın axır qədəm vurmalı idi, vurmalı zamanıdır bu parkda. Şu buradan aparıbla edam ediblər, tirvarı ediblər. Buradakı rutxanədir. Burada da cəng zamanı pənahgahlarıymış. Buradan gedilir aşağıya. Pənahgahlarıymış. Acayip yerler bura bak. Bunlarda da işkence verilmişler. Bu halette millete. Lütfen herkes narahat olsa bir o game böyle bir filmlere bakmak için fakat daha de bakmasınlar. Filipinlerin çörçüleri, kilisaları. İçeri tərəfdən vaqəən gözəl və çox qədim. Bu da şəhrin simkeşi sistemi. Çox dağıntılı, vurputdaşıq. Burada da yemək yerləri, ekonomik da geçinmə yer. Burada San Agustin kilisasıdır ki, hududan 500 ilə yaxın ömrü vardı. Çox qədimi bir dənə bir kilisadır. Bura şəhrin düz mərkəzidir, Manila şəhrin düz mərkəzidir. Eski şəhər deyilir, yəni qədimi şəhər. Şəhrin mərkəzinə qədimi şəhər deyirlər, köhnə şəhər. Öyle deyim, burada İngiliscə Old Town deyilir. Ki UNESCO da buranı UNESCO Heritage Site UNESCO buranı support edir. Yəni buranı dəyişə bilməzlər heç vəc. Numasın ya içəri işlərin zadın.